Dua qələbə fərmanına atılan imzadır. Səmimi dua Rəbbin qələbəsinin bəyanı, qəlbin sərhədlərinin genişlənməsidir. Duada insan qəlbi Rəbbin varlığını qəbul edir. Rəbbin varlığının isə sərhədləri yoxdur. Rəbbin ölçüsü və forması yoxdur. Deməli, insan ürəyi Rəbbi qəbul edən zaman sonsuzluğa qovuşur, sərhədlər yox olur. İnam ümid edilənlərə etibardırsa, dua görünməyənlərə əminliyin sübutudur. Dua ilə görünməyəni görmüş kimi əminlik əldə olunur. Bəli, dua əbədiyyətin qəlblərə dolduğu və faniliyin əbədiliyə sığındığı andır. Məhdud olanın aradan qalxdığı, məhdudiyyətlərin yox olduğu zamandır dua. Dua zamanı yer ilə göy arasında, Allahla insan arasında möhkəm körpü və bağ yaranır. İnsan ürəyi Allahın padşahlığını qəbul edir. Həqiqi dua, insanı öz yaradılışına qaytaran, cənnət bağının ilk anlarını yenidən yaşanmasını mümkün edən zamanlardır. Rəblə birbaşa ünsiyyət imkanlarının olduğu anlardır. Ən əsası, dua, Rəbbə toxunmağın mümkün olduğu zamandır. Gəlin gün ərzində bir neçə dəfə əbəbi olanı və cənnət bağının ilk anlarını hiss etmək üçün Rəbbin önünə gedək. Fani olanlardan uzaqlaşıb, əbədi olanlara toxunaq.